o lülüşə həsrət qalmışam. Almışam burada. Niyə mənim ağzımı açdırırsınız az? Hə? Aleykümselam. Hə? 5 ildir mən ona siqaret çəkirsən az yaxşı eləyirəm. Sənin ananı 2 dəs aparıram, gətirirəm. Qurban olar bacı sizə. Sizi başınıza and verir. Mənə bir dənə yaxşı cici qız, sənin ürəyinə qurban olsun bacım. Aleykümselam mənim gözəl bacım. Qızlar sizə qurban olaram mən. Bir dənə ekranı tıklayın da. Hardasan sən? Ay bacı qurban. Nənəmin quyruğunun yanındayım. Gəlirsən bacım. Gəl nənəm də buradadır. Sənə aş pişirib. Yeyərsən. Mənə ver. Yox bacım, sənə də verə bilmərəm mən. Polislər hara baxır? Sənin mamana baxır. Polislərimiz sənin anana baxır. Cici qız çox sağ ol, sonum qurban. Allah razı olsun. Qızlar, mənim buramı qaşındı qızlar. Aleykümselam. Görməli az. Görməli az. Qızlar, ekran tıklayın da. Yağmur aslara, ürəyimsən sən mənim, ürəyimsən mənim. Qızlar, Pesuqani, Afat sən sevirəm. Can, bu kimdir Afat? Mənim adımı yazıb səni sevirəm. Ay qız, o kimdir? Qaş pulunu gəldi, qaş pulu gəldi. Boşa düşmədim meme, boşa düşmədim sənə qurban. Boşa düşmədim meme, ekran tıklayın, boşa düşmədim mən. Nəyin pulu gəldi bacım? Nəyin pulu gəldi? İbiş xayf ki sənin oğlundur Günəş. Ay Günəş, ömür boyu uşaq özünə həsrət qalasan bacım. Sən kim, hansı anaya o sözü deyirsən bilmiyorum. Ömür boyu sənin evindən uşaq səsi gəlməsin inşallah. Sənə nifrət, ay ikra, belə daşşağıma kimi, belə şalvarımı kəmərinə kimi. Məndən nifrət edirsən. Sən mənə lazımsan, hə? Sözün var, başqa sözün. Hə? Belə aşağı, kəmərimdən aşağına kimi. Sözün var qadağalı. Sözün var. Aleykümselam ürey. Hə, deyəm burada. Hə, pisukdur. Pisukdur qızlar, ekran tıklayın. Sən gözəlsən, səni qurban. Afat, sənlə necə əlaqə saxlayayım? Bu kimdir mənim göbəyimi? Abala, mənim göbəyimi sən kəsdin. Sən əlikə də bağlı. Sən mənim göbəyimi haça kəsdin? Ayıbdır ay qız, Sofiya xanım, mən pis söz demədim. Bağışla. Başqa danışığa oğluna. Ay ikram, aman kəsin gedib qadanı alım. Qızlar, 30 elektrikra. Qızlar, pesuk töküm də mən. Yox, pesuku nətər töküm mən. Əti tökməkəm mən. Qulaq asın, mən əti töküm də buraya. Deymi? Əti töküm də buraya. Əti töküm buraya. Sənə 100 manatı verəcəm. Lazım deyil qardaşım, mənim kartım oradadır. Sən mənim nömrəmi neyinirsən ki mənə 100 manat? Mənə o 100 manat, kişinin 100 manatına etibar edən bir qadın olsaydım, mən indi bugün dəmir yox, başqa yolda olardım, qadava olub. Kartı niyə qoymuşam? Ay, qoymuşam ki, hərə bir mənə 1 manat dəstək olur, bacışlar dönüm. Allah balalarını sağlasın, Allah onları bəxti var eləsin. Mən heç bir kişinin pulundan qabağa getməmişəm. Dilənərəm, amma hansısa bir kişiyə nömrəmi verib, 100 manat onu alıb, get balama xərcləmərəm. Mən çünki o qadınlardan deyiləm, qadava alım. Canım oğlum, çox sağ ol. Mən ölsəm belə acında gedib dilənərəm, amma hansısa bir kişiyə nömrəmi verib, gedib pul götürmərəm. Başa düşdün? Mənə lazım deyil. Kimsə mənə köməkli gelirsə, Allah için eləsin. Başa düşdün? Sailə İbrahimova, səni kimi aparıb qayırır bacım? Qadava olaram ay bacım. Səni qayıram burada deyil. Aleykümselam ürey. Aleykümselam bacım. Mən elə bir qadın olsaydım, 100 dənə kişi mənə yazır, səndən xoşum gəlir. Nə istəyirsə sənə eləyim. Başa düşdün? Mənə elə lazım deyil, başıma dönüm. Mən niyə dəmir yığıram, bilirsiniz? Çünki vicdanım rahat, əxlaqım təmiz. Üzü ağ, başı dik bir oğul anası olaraq. Başa düşürsünüz siz ona deməkdir. O, çox böyük bir şeydir. Onu hər kəs başa düşə bilməz. Aleykümselam üreyim. Sağ ol üreyim mənim. Boş ver ay damla. Afat, sənə 100 manat atarım. Polislər hara baxır? Sənin anana baxır qardaşım. Polislərimiz sənin anana baxır. Sənin ananla kayf çəkirlər. Aleykümselam üreyim. Qızlar, bu süper diye. Dəlinin dəlisi 4. Səni aparırlar, çoxdan mı aparıb aydırırlar, bədbəxt. Aleykümselam ürəyim, boş ver. Sən, Allah'a andolsun deyirəm. Bir var ki, vicdan azabı ilə yatarsan, bacım, sənə bir söz deyim mi?
Bir var ki vicdan sana lazım idi indi onu dedi. Bacı bir var ki vicdan azabı ilə hər gün başını qoyub yatarsan. Üzür istəyirəm. Gedib əxlaqsızlıq eləyəsən, min dənə hoqqadan çıxarsan, oğlunun yanında utana gələrsən. Bir də var ki vicdanın rahat, adın təmiz balanın yanında yatarsan. Bunu heç vaxt unutmayın. Bax, puldan ən dəyərli bilirsən nədir? Sağlam, çox gözəl bir əxlaqa sahibsən. Ondan gözəli heç nə yoxdur. Mənim başıma hər iş gələ bilər. Mən hər şeyi dözə bilərəm. Amma vicdanı rahat, əxlaqlı, təmiz olan insan az qalıb. Bunu unutmayın. Nə dəbir yığmaq mənə ayıbdır. Nə zibil yığmaq mənə ayıbdır. Nə də kimsə mənə bir manat, çox sağ ol Mehmet, gəldi sənə qurban olum mən. Damla, afət bir dost gibi. Get ananla dost ol, o 100 manat da anana verəsən, Ali qardaşım. Yaxşı, elə bil ki, mən sənin bacınam. Sən də mənim qardaşımsan. Yaxşı Ali, sən mənim qardaşımsan. Bax, qardaş dedi, bax, mən də sənin bacınam. Sən o... Aleyküm salam Reyim. Bəs anamı niyə şey eləmişsən? Ay bacı xanım, sən nəyinə lazım? Ana ilə evlad, mən anamı savaşmışam, nə eləmişəmsə, yaxşı elədim. Aleyküm salam Reyim. Mənim anamla dalaşmışam, savaşmışam, onun kiməsə dəxlisi yoxdur. Mənim anam məni heç vaxt sevməyib. İndi nə edeyim, mən anama yalvarım ki, məni sevsin, qurban olum sizə. Qızlar, nə olar 30K eləyində, qurban olaram sizə. Əxlaqlı qanun, Lalə, sən əxlaqsızsan, mən əxlaqlı deyiləm. Əxlaqsız deyiləm, qadava olaram, ay Lalə. Sən öz adını kiməsə qoyma. Sən bəlkə də əxlaqsızın ən böyüysən, Lalə, qadava olaram, bacım. Özündən müğayyət ol, ay Lalə. Qurbanlaram sənə. Ərinin altında az ver ona buna. Başıma dönərəm. Az lütlənmişəm, yaxşı eləmişəm, lütlənmişəm. Əlimin içindən gəlir, lütlənmişəm. Belə göbəyi açıq gəzirəm. Sənə nə bacım? Aleyküm salam Rəyim. Bu əbildir, nədir? Bunu atımsa sizə qızlar. Bu bir şey çox qatıqlayır burada. Bunu uçdu getdi. Aleyküm, İbiş haradadır? Nənəsinin yanındadır sənə qurban. Qızlar, 30 qatıqlama eləyində sizə qurban olarım. Səni başıma dönərəm, nə olar? Az yaxşı eləmişsən. Can, sağ ol mənim gözəl bacım. Təhnə oğlan, xoş gəldiniz. Az yaxşı eləmişsən. Sağ ol sənə qurban. Allah razı olsun. Kopyələməyin. Atarım sizə, baxmaram. Eləməyin. Mənim qızlarım, Allah sizi o qədər xoşbaxt eləsin ki. Aleyküm salam Ürey. Əxlaqlı qadındır, əxlaqsızdır. Mənim nəyimə lazım ay qurban olum sizə. Sizə bir söz deyim mi? Bir manat çox sağ olayım mı? Qurban olaram sənə. Aleyküm salam. Düz deyirəm də Lalə. Bəlkə də ərini yula solursa 1000 dənə kişi evinə alacaq. Amma burada gəlirsən məni bəyənmirsən. Məni bəyənmirsən niyə mənə baxırsan? Demək ki, əxlaqsızın ən böyüyü sənsən də Lalə. Mənə niyə deyirsən ki ay bacım? Öz adını kiməsə qarşıdakı insana niyə qoymalıdır ki? Damla romantika hani yoxdur qızlar romantika. Romantika canlıyı paylaşıram gəlmir qızlar. Yoxdur. Hə. Niyə ərə getmirsən? Hə, gəldilər. Az indi elçi gəlmədilər mənə. Kim alıb? Nəyi kim alıb ay qardaş? Allah ibişi korusun. Sağ olun ürəyim mənim. Sizin o xoş sözünüz var. Mənim ürəyimi o kadar sevindirir qızlar. Sepim qızıldır. Yox bacı qurban. Sepim qızıl olsa bilmiyor. Bu ara yoxuna nələt mən evin üçüncündə çıxmadan məni vuracaqlar güllə. Sırf bu sepə görə. Allah'a and olsun. Yaxşı ki bu qızıl deyil. Az məni anında vuracaqlar. Az Allah'a and olsun deyirəm. Pesok tökdüyün yox bacım. Aş da pişirmədim. Nəysə buraxdım. Hə. Allah'a mısın deyirəm, ev üçüncüdə çıxmadan məni vuracaqlar. Deyəcək ki, damladı qızıl spor. Allah'a mısın deyirəm. Yaxşı ki mənəcək. İyi ki varımsan, can ürəyimsiniz az. Ay bacı, ibişi ürəyini versin, amin isə. Can ay bacı, amin ay bacı qurban. Allah heç bir ananı, romantika gəldi. Allah heç bir ananı qucağı boş qoymasın bacı. Damla, oğlum qurulsun, amin. Sevinç, Leylam, çox sağ ol ürəyimən. Köynəyini kim alıb? Köynəyi həci alıb. Az köynəyi həci alıb. Belə sözünüz var. Hacinin cebindən dolanıraq. Sözünüz var mı? Salam ay bacı, aleyküm salam. Rayında iş yoxdur, təbrik var, nə vacibdir? Bakı. Amin Bakılı, amin Bakılı. Sənin anan gördüm Bakıda çox verir. Dedim gəlim ananla bir es gedim, gəlim gördüm yox, sənin anan çox verir, mən verə bilmədim. Mən də getdim Bakının zibil qablarına girdim. Dedim nə yemişsən turşulu aş? Bakının zibil qabı harda damlada orada. Bakının zibil qabı harda damlada orada. Yaxşı, gördüm Bakılı. Gördüm sənin anan res gedib, dedim anan yaxşı qazanır, mən də gedim Bakıya. Gəldim gördüm yox, sənin anan bacarır, mən bacara bilmirəm. Mən də özümü verdim zibil qablara. Ne yemişsin? Harada zibil qabı damlada orada. Yazın biraz çok danıştım. Kızlar ekran tıkayında kızlar. 30 kayılında kızlar. 30 kayılında. Karnım açıktı. Yaxşı olursun Ayda. Sen neyine lazım? Benim karnım açıktı. Neyine lazım Ayda? Kurban olur sana.
Az rayında iş olsaydı bütün rayındakiler rayında kalardı. Bakıda kalmazdı bacım. Rayında demek ki iş yoktu millet. Benim evim işim olsa vallahi gidip rayında kalaram. Kurban olsun. Allah'a anlasın deyirəm. Ben rayında kalmak, ben toyuq da saxlayaram, cüce de saxlayaram, hınduşka da saxlayaram, inek de saxlayaram. Sütünü sağaram, pendir tutaram. Az təndirdə çörək pişiririm. Az səhərdən biri aş pişirdim, hələ də gəlib çıxa bilməmişəm ha. Qıza, bu göz necə mənə pul atdı. Ay Allah, inşallah. Ay Allah, sənə qurban olum. Yox yaz, bu kimdir? Ay Allah, Rafiq Usta. Neyse, bak yönü görməli. Bak yönü görməli. Saçını az çox danışdım, deyirsən mən görəsən. Qıza, ekran tıklayında. Sevinim elə dedim pul atdılar Allahqa. İbiş oradadır, nənəsinin yanındadır sənə qurban, nənəsinin yanındadır. Ekranı vurun kızlar. Bacı öz evindəsən. Yox sana qurban. Öz evində deyiləm bacı. Ay bacı bu biraz dozlu oldu deyəsən ay bacı qurban. Bunu mənim təpəmə vurmazlar ki. Nətər eləyim mən indi bunun işinə çıxam. Yumurta vurum. Ay kızlar. Salam damla ürəyini sənə götür. Ye. Çox. Və götürün. O qədər pulu neyinirsən. Heç də sən nənəni anana turiski alıram. Anan da hər gün maşallah gedir kırında gəlir. Sən o qədər pulun var ki sən anana Mercedes alıram mən. Turiski alıram sənin mamana. Turiski. Ah qara qırmızı, ay Fransız qızı. Bir iki iri kartı su gör. Yaxşı edəcəm. Az gözləyin görmək. Bu tuzlu oldu yoxsa tuzsuz oldu? Nətər oldu bu? Az buna yumurta vururum. Duzu gedər mi? Vüsala ərə gedib. Hə bacım, Vüsala çoxdan ərə gedib. Kül mənim başıma. Vüsala da ərə getdi, mən getmədim. Mən dedim həmişə Vüsalanki iylənib. Vüsalanki poxdur. Vüsalanki qaradır. Mənimki oğdur bacı qurban. Qara adam şey tapdı, mən tapa bilmədim. Allah haqqı. Vüsala bile ər tapdı, mən tapa bilmədim bacım. İki dənə kartof suy qoyun içində. Yox yaz. Allah haqqı deyirəm bacım. Vüsala kül mənim başıma. Vüsala kişinin əlini şəkil çəkib video qoyub. Az mən niyə ölmürəm az? Az bu nədir az? Kül başıma. Əzlərinə baxın. Yox başıma dönüb. Bu Vüsala bile ər tapdı, mən tapa bilmədim. Gör mən nə bədvaxt adamam ki bu bile ər tapıb. Mən kiminlə çəkim bu şəkili? Mən kimə acıq vereyim? Mən nətər eləyim? Əzlərin başına bacım, əzlərin başına. Romantika buradasa mən romantika. Qızlar bunu da pişirdim. Vüsala kimdir bacım? Vüsala mənim mehriban düşmənimdir bacım. Vüsala mənə hər cındırlıq eləyib, amma bir dənə məndə oğurluq eləməyib eləyib dənə. Allah haqqı deyirəm. Yəni Vüsala evimi bilə əmanət eləmişəm. Mənim İbrahim'i çox istəyib. Hamilə qalmışam, mənim hər poğu yeyib. Bacı qurban, hamilə vaxtım bizi döydülər bacım. Mən götümü verdim, arxaya qarnımı tutdum, dedim uşağa işlə almasın. Vüsala mənim götümə təpik vurdular. Mənim götümə təpik vurandan sonra Vüsala'yı döydülər. Vüsala döydündən sonra nə oldu? Vüsalanın burnu oldu belə. Bacım, yəni Vüsala ilə hər poxdan çıxmışız, mehriban düşməniz bacım. İndi Vüsalanın burnu görsəniz belədir. Mənə görə döyülüb bacım. Deməli, dava düşdük, kişinin var yoxunu söydük. Kişi bizi döymək istedi, mən qarnımı tutdu, hamiləydim. Götümü əydim belə. Kişi təbii ki necə götümə qoyduysa, uçdum dedim, vay dədəm uşağım. Gördüm, oturdum, ağladım, qəsdən. Dedim, canım, Vüsala ne şeylədir? Vüsala düşdü bu kişinin əlinə. Bacım pul geldi. Ay Allah, ay Allah. Kim attıysa Allah bu yağışlı günde onu sevindirsin. 1 manat da geldi. Seni Allah balanı bu yağışlı günde sevindirsin. Bacım. Allah seni bəxti var eləsin bacım. Bacım qulaq asın bacım. Allah'a andolsun bacım. Təbii benim götüme dəydi bacı qurban. Qarnımı tutum ibişdə 6 aylıqdır. Neyse Vüsala ne yemişse turşulu aç gördüm ay Allah Vüsala'yı öldürür ha. Ben de durmuşam quraqda gülürəm. Özümü vurdum yere başladım ağlamaya. Vay Vüsala. Öldürdüler Vüsala'yı. Ay bacı hiç ağlamıram Beni gülmek tutur. Vüsala da kişinin taşağına yapışır. Kişi deyir benim taşağımı bırakmır bacı. Kişi deyir benim taşağımı bırakmır. Kişinin taşağına yapışır. Ay kız bırak da bu taşağını. Yazığın taşağını necə tuttuysa bacı. Kişi taşağının acığı burnundan çıxarttı. Ben bir de gördüm ki Vüsala yapışıb yerə. Ay Vüsala qadavalam, nağar mısın sen? Kişinin taşağını tutmuşsan. Iskura geldi. Dedi kimi aparım, ben özümü qəsdə qoydum yerə. Özümü qəsdə qoydum yerə, dedim mənim uşağımın vəziyyəti pisdir. Məni bindirdilər ıskuraya, apardılar. Vüsala qardı burada. Ay bacı qurban olum, məyərsə kişinin taşağını dibindən qopardı. Allah'a and olsun. Bax, and olsun bizi yaradan Allah'a. Təsəvvür eləyin ki, Vüsala kişinin həşəratı dibindən qopartmışdı, ay bacı. Ay bacı, Allah'a and olsun deyirəm. Aleyküm salam ürəyim. Təsəvvür elə ki, sevgim Allah səni heç nə demirəm. Aleyküm salam ürəyim.
Bacı kızlar Allah'a and dostum deyirəm. Aleykümselam Müreyim. Bunu şeyini kopartmışdı, kişinin taşağını kopartmışdı Allah'a and olsun Vüsal'a. Təsəvvür eləyin ki, Vüsal'a onun ən nöqtə yeri, özdə quzlaqları tutmaq nə deməkdir bacı? Hə? Bu kişi buna dözər. Kişi necə yumruğu qoyduysa Vüsal'ın burnu ayıldı belə qaldı. Allah akıl. Hələ də yodumdan çıxmır o. Hələ də yodumdan çıxmır. Bir dənə kişi bizi söydü. Dedi sizin ananızı belə eləyim. Polis indi gələcək. Qoy gəlsin ay Mələk xanım. Sən nəyinə lazım? Qoy gəlsin. Bir gün də bizi bir kişi söydü. Dedi sizin ananızı belə eləyim. Dedim elə. Dedim hə. Yaxşı. Nə yemişsə turşulaş. Kişi bir tərəfdən Vüsal'a bir tərəfdən mən. Vüsal'a bir şeylə mən bir şeylə. Vüsal'a bir şeylə ben bir şeylə. Allah'a anzı Kansamoski'də. Sonra da eğildim. Gördüm polis gəlir. Qap bunun götünə. Kişi uzandı. Polis gəldi dedi ne oldu? Dedim bu içi yıxılıb. Nə qalmaz? Döydüm qəşəngcə. Allah'ın anzı. Vüsal'a ne döydüm? Polisler geldi. Polisler de dedi ki bu içi yıxılıb. Polis de geldi gördü ki her gelen içi bu. Biz hiç ne eləməmişiz. Ha, az biz ne hukukalarda çıxmışız. Az biz ne hukukalarda yemişiz. Sənə xəbər yox. Sən ekran tıklayında. Ərin eşitmir səni. Az mənim ərim var, mənim ər eşitsin. Az mən sapsızın, çöpsüzün biriyəm. Nə atam var, nə anam var, nə ər var, nə bacı var, nə qardaş var. Az heç nə sapsızın, çöpsüzün biriyəm mən. Ay Elnara xanım, mən tərbiyəsizəm vallah. Sən burada nə aq gəzirsən bacım, nə atdırırsan burada ay bacı. Ay bacı, gündə 100 dənə mıxta gəzirsən ay bacı. Ay bacım, 1000 dənə daşlardan gəzirsən ay bacı. Ay Elnara, qadava alım. Mən tərbiyəsizəm, mən niyə baxırsan mən ay bacı? Hə? Niyə baxırsan mən ay bacı? Sənə imini mən sözümü deyim ki, sən gedəsən buraya. Hə? Heç kimse, vallahi heç kimsem yoktur. Bir oğlumdan başka hiç kimsem yok. Bir Allah'ın bir oğlum var. Allah'ın suluyum az. Allah kırıyorum. Hiç kimsem yoktur arkadaşlar. Ben sapsızın, çöpsüzün biriyim. Allah kırıyorum. Kür benim başıma. Ben bu dünyaya bir sene leylekler beni getirip. Allah kırıyorum. Benim atam beni ekmeyip, anam da doğmayıp. O bugün çıksa dese ki, he vallahi Allah kırıyorum. Beni leylekler getirip. Allah sizi güldürsün. Amin sana. Aleykümselam burayı. Benim erim olsaydı ben bu TikTok'da ne attırırdım az. Her biri bana bir manat edirdi. Aleykümselam burayı. Anandır o sene. Anandır. Evdekilerindir. Aleykümselam burayı. Az benim burada kurban olduğum Allah. Benim erim olsaydı Allah kızım ben bu TikTok'da ne gezirdim az. Az niye derdim ki ben her biri bir manat atsın az. He? Niye derdim az? Az erli olan arvad. Dilənir qadava alım. Yaxşı ər var indi qadavası alım. Sizi gəl Allah'a and edəm bacım. Gündə ərinizə nə qədər deyinirsiniz. Elə ər var heç evdə çörək tapılmır. Elə ər var ki heç gedir küçək qadınlara çörəyini yedirir evə gətirmir. Uşağı evdə acdır. Düzünü deyin qurban olum. 50 manat atdım sənə. Yalan niyə danışırsan? Qızlar gəlin əyri qoyub düzdürü. Nə qədər başıma dönüb əsəb keçirdiniz. Ay başınıza dönüb. Hə? Hər kəsin əri ailəsi idealdır. Hə? Hər kəsin qızı oğlu idealdır qadava alım. Her bir ailede bir kusur var, her bir ailede bir problem var. Hiç kimse burada diyebilmez ki ben ideallılam, benim erim idealdır ya da öyledir ya da böyledir. Boşuma dönün. Aleykümselam Rey. İntak, vızgırtda burada. Ananı attı, hakikaten alım. Deyin de kurban olun size. Gelin ayrı koyup düzün deyin. Hiç kimsenin ailesi ideal değil. Hiçbir kadın da xoşbaxt değil. Xoşbaxt kadın bilirsən kimdir? O değil, pula çıxırlar. Bizim evli ərlərimizi əlimizdən alırlar. Xoşbaxt adam onlardır. Bizim əllərimizdə qazdır axır. Yulurlar, külürlərin başı var. Onlar da bilirlər ki, elə bu 100 qram ət ortasında bir xət. Elə bilirlər ki, bu ətdə. Sənin arvadında da bu 100 qram ət var, məndə də var, səndə də var da. Yox, nədir ki, bununki ağdır, mənimki qaradır. Nədir, mənimki duzludur, bununki şirindir. Onda bundadır, bu da ondandır da, başıma dönüm. Ha bu, o da qırmızıdır, bu da qırmızıdır. Bu da ağdır, o da bu ağdır. Ne var ki var burada? Aynıdır da bu miras. Bu miras aynıdır da. Allah Teala bunları hamısı aynı yaratır. Birini əylidir, biri əcil, qurban olsa, biri ağdır, biri qaradır. Nədir bu? Aynıdır da qurban olsana. Nədir ki, mənimki dozludur, onunki şirindir. Düz sözü deyəndə niyə belə eləyirsiniz ki siz? Aleykümselam. Polis gələcək. Qoy gəlsin bacı qurban. Qoy gəlsin. Mən gedib suruqda yatıram. Sənə nə qədər alır? Sənə nə? İki ay suruqda yatandan sonra bir də görəsiniz damla gəlir belə. Nədir az? Az mən suruqda yatırsam heç ki mənə yaxın durmaz. Mən də lotu gəzəcəm. Vay da ölürəm. Düz deyirəm day bacı qurban. 100 qram ət, ortasına bir xət. Dedim, düz dedim. Bax, mən də arvadım, sən də arvadsan. Başıma dönüm. Allah hamımızı rəsəmin Allah'dır. Bax, Allah Teala qurban olun. Bax, 100 qram ət sənə verdiyi qədər mənə də verdim də. Nədir, səninki şirindir ki, mənim dozludur. Valla mən doz tökməmişəm. Mən hər gün pesok tökürəm. Əslində şirin olsun deyə. Az, nə olub az? Az, bu ərlər mənə maraqlı budur. Nə bilim. Nə deyim ki, valla nə bilim. Qılman demiş ki, valla nə bilim. İçi bu çəkib. Hə, yaxşı eliriz, zor eliriz. Sözün var hədə. İçmişiz, çəkmişiz, yaxşı eliriz, zor eliriz. Sən kimsən ki bizim həyatımıza qarışırsan? Düz demirəm qızlar.
Mais Cəfərova. Ananın ağzına o qədər veriblər ki, qardaş, ay boynu yoğur. Ay anasını, arvadını qumara qoyar. O qədər veriblər ki, elə bizə hamı elədir. Kömək edə bilmir, ancaq dua edərəm. Çox sənə qurban olaram. Allah razı olsun ürəyim. O dua da mənim üçün çox böyük bir şeydir. İndi sizə bir söz deyim, qurban olum sizə. Sizin əriniz sizə xəyanət eləyirlər. Nəsə eləyə bilirsiniz. Ya üst tutursunuz, gedirsiniz, boşanırsınız. Ya da nəsə deyim də sizə. Ya üst tutursunuz, əri xəyanət eləyir də üst tutursunuz boşanmaya. Əlimenti də alırsınız, gerilir. Mən əlimenti olmamışam. Elə arvad var uşağına görə. O xəyanəti də boyun əyir bacım. Düz demirəm, qurban olum sizə. Düz demirəm. Vallahi mən İbrahimə görə mən İbrahimin atasına heç vaxt kin nifrət olmayayım. Həmişə də belə dəstəkləmişəm. Ömür boyu da dəstəkləyəcəm. Nə ağaraq bacı qurban. İndi bundan boşanmışız. İndi gedək 1000 dənə kişinin gəzək, hansısa bir evli kişinin gəzək, başqa dönüm. Qurban olacaq. Biz qadınız. Kişi düzdür, gəzək. Həqiqətən hani polislərimiz, ay millət, ellara heç nə səni aparıblar qayırmaya bacım. Səni qayırsınlar, sonra da gələcəklər buraya. Narahat olma. Səni qayırandan sonra məni aparacaqlar. Narahat olma. Mən səni söyürəm, bax görürsən. Dedim səni qayırırlar. Səni qayırandan sonra gəlib polislər məni aparacaqlar. Narahat olma. Aleykümselam buraya. Səni qayırandan sonra gəlib məni aparacaqlar. Mən də səni söyürəm də. Sən bax görürsən. Səni qayırırlar orada. İndi nə qaraq? Məni gəlib aparacaqlar, qoy aparsınlar da. Aleykümselam buraya. Nə qaraq indi? Aleykümselam buraya. Eko ananın paltarını, alt paltarını qoyma da. Ay evlaqlı. Ananın ayət paltarını qoyma da burada. Mənim bu moderatorlarım da ölüblər. Allah hansın deyirəm. O qədər xəyanət tutmuşuq. Allah hansın deyirəm, mən də tutmuşam bacım. Allah haqqı deyirəm, mən də xəyanət tutmuşam. İndi bacım, qurban olum sənə. Mən uşağa deyim ki, sənin atan belədir. Əlimiti alım, gedim başqa kişilərlə gəzeyim. Nə qədər düzgün olar ay qızlar. Qurban olum sizə. Mən tutarım ki, əlimdən boşandığım bacım. Getdim hansısa bir evli kişinə gəzdim. Mənim oğlum var. Sabah böyüyəndə mənim oğluma nə deyəcəklər bacım? Nə deyəcəklər, qurban olum sizə. Sizi Allah'ın deyir. Deyəcək ki, sənin onun qəhrəmandır, evli kişilərinlə gəzir. Deyəcəklər, deməyəcəklər. Deyəcəklər də qurban olum sənə. Qoy mənə desinlər ki, sən dilənçisən, qoy sənə desinlər ki, sən zibil yığasan. Ayıbdır bacı qurban. İndiki bu dövrdə hamımız zibil yığırız, hamımız dilənçiyiz. Heç kimsə burada idiot deyil. Başa düşdün? Heç kimsə burada idiot deyil. Hərə biri bir cürə. Biri dırnaq düzəltir, biri saç düzəltir, biri ev təmizləyir, biri kimisə obyektini gözləyir. Nə olub ay bacı qurban? Biri yol süpürür. Cavan oğlanlarımız yol süpürür, maşınları sürür. Ayıbdır qadın, heç nə ayıb deyil, başqa dönüm. Heç nə ayıb deyil. Qadın dediyin boşandısa oğlunun yanında, qızının yanında yad kişiyi gətirib qoymaz. Bunu yadında saxlayın. Başa düşdün? Sənin qızının da, sənin oğlun da. Əgər sənin uşağın atası sənə uşağına atalıq eləmir, sənin əri sənə ərlik eləmir, yad kişi də, ağıllı dəlisəsən. Çox sağ ol sənə qurban. Yad kişi gəlib sənin uşağına atalıq eləməz, yad kişi gəlib sənə ərlik eləməz. Başa düşürsən? Əgər o öz arvadına xəyanət eləyirsə, sonra sənə də xəyanət eləyər. Başa düşdün? Əgər o öz arvadını atıb sənin yanına gəlmir, sonra səni atab başqa qadının yanına gedəcək. Bunu unutmayın. Unutmayın. İndiki bu dövrdə doğma dədənə belə o da öz uşağına əmanət eləyə bilmir. Hansı ailə idealdır, qurban olur sizə? Hə? Hansı ailə idealdır? Kişidir gəlsin, xəyanətimi cəhənnəmə eləyim. Nə ağarım indi? Mən balama görə şəxsən hər şeyə dözmüşəm. Dözəcəm də. Neyiniyim bacım? Gedim mən də 1000 dənə hoqqada çıxım, başa dönüm. Mən gedim bugün afisyon işləsəm, mənə 1000 dənə vedrə bağlayacaqlar. Deyəcək bir oğul anasıdır, gör, kişilərin qabağında pivə qoyurlar. Deyəcəklər, deməyəcəklər bacı qurban. Afisyon işləmək ayıb deyil. Amma bizə vedrə bağlayacaqlar. Eləyəcəklər, eləməyəcəklər. Eləyəcəklər. Eləyəcəklər bacı qurban. Eləyəcəklər. Sən nə xəyal elə? Qoy mən nə xəyal eləsin bacı. Nə olacaq ki? Allah haqqı deyirəm. Həyatda insanın başına hər iş gələr. Bax, Allaha and olsun deyirəm. Bax, bu həyatda nə puluna, nə varlığına, nə dövlətinə, güvənlə. Belə varlının qızı da olsan, varlının uşağı da olsan, ən ideal alanın o da uşaq olmasa, yenə də səndən bir qop tapacaqlar. Heç kimsə puluna, malına, mülkünə güvənməsin bacım. Allaha and olsun deyirəm. İnsanın başına hər iş gələcək. Mən bugün varam, sabah yoxam. Başa düşdün? Mən bilmirəm, mən sabah harda öləcəm. Əsas odur ki, mənə deməsinlər ki, Damla ev yıxandır, Damla hansısa bir maşından düşdü, Damla elədir ya da belədir. Başa düşdünüz? Namusuyla pul kazanmak ayıp değil. Namussuz olmak ayıptır. Elbette ayıptır. Her şeyini insanı özün. Ay sağ ol. Bunu yadında saxlayın ki kızlar. O da it quyruq sallamasa itin dalınca gedir. Bax, təzə bir Gül xanım gəlib çıxıb bu TikTok'a. Görürsünüz də siz. Ana necə də qızı nə fəxr eləyir. Hansı kişidən gedib uşaq qoyub qarnına. Cəmaata deyir, mən müalicə eləyirəm. Uşaq doğacam. Əlimət kəstirəcəm və siz mənim uşağımı saxlayacaqsınız. Görürsünüz də ana necə qızı nə fəxr eləyir.
Hə? Amma biz anamızı elə eləməmişik. Biz anamızı elə eləsəydik, çoxdan indi biz yox idik bu dünyada. Başa düşdün? Gör zamanaya hara gəlib ki, ana öz qızını qabağa verir. Hansısa bir kişi də hamilə qalıb. Əlimi və TikTokda. Gör. Gör hansı zamanaya gəlib çıxmışız. Hə? Hansı? Gör ana necə anadır. Qızını necə qabağa verir. Hansısa bir kişi ilə. Görürsən? Qızı heç 20 yaşı yoxdur. O qızı oxuma vaxtıdır. O qız gəlinlik görməyib. O qız bir dənə. Bu nə olan şeydir? Hə? Aleyküm salam Ürey. Yeməki pişirdim qızlar. Koydum burağa. Ey qızlar. Həyatdır bu. Həyat. Yemək ye. Yox bacım yemək istəmirəm. Yemək istəmirəm bacım. İstəyirəm gedim bu yağışda bir dənə video çəkim gəlim. Suyun altında video çəkməyi sevirəm. Bacı, hay gəlin sənə qurban Elton. Yazarım, atarım sənə qurban, atarım. Hə. Nə bilim ay bacı qurban, hərə biri bir cürə yaşayır. Bəzi dırnaq arasında boşanmış arvadları çırıq, destek yaşadı özünüzdə balaca ilə gəzirlər. Hə, Allah'ın sözü. Çünki o balacalar da ağılsızdır axır. Balacalar da ağılsızdır axır. Kül onların başına. İnanırlar, deyirlər ki, baxırlar TikTok'a. Deyir, o göbək açıq giyinib, qəşəng giyinib, onun dırnaq saçı var, mən də eləməliyim. O da elir bacım. İndi bilirsiniz, 50 yaşında kişilər 15 yaşında, 18 yaşında qızlarla gəzirlər. 20 yaşında oğlanlar 50 yaşında qadınlarla gəzirlər. Gör zamana hara gəlib çıxıb. Gör necə gəlib zamana çıxıb. Mən heç kimsəyə qoşmuram. Haycan Rauf. İbiş nənəsi gillədi sənə qurban. Balamın əziz canına qızlar. Mən bunu gözümlə şahid olmuşam. Özdə qohumdur. Qohumdur ha, uzaqdan bir qohumdur. Gör pula görə özünü nə əxlaqlı, nə necə də sərtlər. Tanış bacım, ürəyimsən. Bacım, sən moderatorluq elə bilərsən tanış bacım. Sənə modluğu verim. Gör, həyat nəyə günə gəlib çıxıb. Elə bir əxisən sən. Az mən əxiyəm də bacı qurban. Boy. Allah haqqı, mən kimə dua eləsəm duamda qəbul olunur. Sən bugün mənə, düz deyil, Hüseyinli, xoş gəldin Hüseyinli. Allah haqqı dedim, mən kimə nə dua istəyirsə deyin, mən eləyirəm. Allah haqqı qəbul olunur. Deyilən ki, filan kəsə bir dənə ah çəkirəm. Allaha and olsun deyirəm, ahım tutur. İnanmırsınız ki, 73 yaşı var, gəl alım səni. Mamanı al qardaşım, ölən mamanı al. Məni almaya ehtiyacım, mən sənin qızınım, eləm ki qızını aldır. Seyid balasısan. Yox bacı qurban, mənim nəslimdə bir dənə Seyid yoxdur. Hansı cındırdır? Nənəm də cındır olub, babam da cındır olub, bütün bibilərim də cındır olub, hamısı cındır olub. Allah'ın sözü. Dədəmin laf cındırın da ayağı olub. Mənim nəslimdə Seyid meyid yoxdur. Allah Teala mənə Seyidliyi verir. Mən qəbristanlıqda böyüdüm Allah'ın sözü. Nənəm gürbə-gür qəbrinə sıçarlar. Bütün günüm mollalardaydı. Mənim anama cada elirdi, bizə cada elirdi, ərə getməyik deyə. Allah'ın sözü. Mənim nəslimdə Seyid meyid yoxdur bacım. Allah'ın sözü. Dədəm laf cındırın da ayağı olub. Allah'ın sözü. Allah haqqı deyirəm, Allah haqqı qızlar. Yəni düzünü deyəndə nə var ki, babam laf cındırın dal ayağı olub, göt verənin biri olub, əmilərim də hamısı soğuklarda olub, fırıqlardan ölüblər, gediblər, pox olub bunların ağzına. Vallahi, mənim bir dənə xalalarım, dayılarıma qurban olub. Düzdür, xalalarıma, dayılarıma niyə qurban olub? Onlar mənə qurban olsunlar, onlar da mənə heç nə eləmiblər. Hə, vallahi, qızlar. Səni arada görürəm, harada görürsən gör. Allah haqqı deyirəm. Sizi tərəf, yox bacı qurban. Mən qəbristanlıqda böyümüşəm Allah haqqı qızlar. Deməli qızlar, bir gün saat 5-də namaz vaxtı. Deməli bizim ziyarətkar, ağa ziyarətkar var da orada. Xəstəyi də aparsa diri çıxır orada. Allaha and dostum deyirəm ha. Bax bu bərəkətə and dostum deyirəm. Xəstəyi bilə o aparsan, orada o qəbristanlıqda yatızdırsan, diri çıxardıb apararsan orada. Ha. Pulum da var. Səni puluna da tüpürüm, səni qeyrətinə də tüpürüm. Qulaq asın. Ev aldın, sənə nə Lalə xanım? Mənim evim var. Yanın görümdə qızlar. Nəysə qızlar, mən də bu ziyarətkarlara adam aparırdım. Düzdür, biraz fırıldaqlıq eləyirdim. Allah günahımdan keçsin. Deyilən niyə? Nəysə, fırıldaqlıq necə eləyirdim? Mod ver. Gözdə bacım, verirəm, tanış bacım. Gözdə mənim gözəl bacım. Gözdə. Sənə modluğu verim. Hə, nəysə qızlar, mən adamlar aparırdım, ziyarət yap, bunlar mənə pul verirlər, yemək verirlər, bacım, qurban olub. Bir gün səhər saat 5-də nəzan vaxtı durdum, qusulumu aldım, çimdim, getdim şeyə, mən heç kimsəyə qoşmuram, amin Allaha, mən heç kimsəyə qoşmuram, qızlar. Getdim ziyarətkara, ziyarətkarda oturmuşdum, Allaha and olsun deyirəm, gördüm, ay Allah, bir dənə ağsaqqallı kişi gəlir. Bacıma, üzür istəyirəm, sıçdım şalvara, işədim şalvara. Oturdum bu qəbristanlıq bölümünə, dedim, ay Allah, sana qurban olum, məni qurtar. Bax, yalan danışsan, Allah mənə qənim olsun. Heç kimə qoşma. Yox, nə qoşuram, qulaq as. Qızlar, işədim şalvara. Oturdum bu işəmə şalvarına, burada bacı qurban. Bu kişi gəldi, mənə bir dənə belə elədi. Bax,
Allah şahidim olsun. Elə uzanıb orada da yatdım. Uzandım yatdım. Hər gündə dua edirdim ki, Allah məni öldür. Hər gündə dua edirdim ki, Allah məni öldür. Bunu istəyirdim Allah'tan. Atamdan bezmişdim dayı. Atamdan bezmişdim ki, Allah məni öldür də. Atamın zülmünə dözə bilmirəm. Mən mud verim demək ki, lazım deyil. Dözə bilmirdim. Hər yerim göyərmişdi, yanmışdı. Bütün qollarım yanıq izləridir. Yanıq izləridir. Yandırırdı da məni. Pula görə yandırırdı məni. Dua edirdim ki, ay Allah məni öldür. Uzandım, qəbirstanlığın böyündə uzandım. Yuxuda mənə qayıtı dedi ki, bu sənin ərindir. Bununla ailə qur. Oğlanın sifətini görmədim, o kimdir? Oğlanın sifətini görmədim, o kimdir? Mənə qayıtı dedi ki, bu sənin ailəndir. Get bununla. Durdum. Gördüm ayağını, gün açılıb, hamısı sizə gəlir ziyarətə. Ziyarəti təmizlədim, pul yığdılar, verdilər. Yenə getdim evə, yenə məni döydü atam. Yenə məni döydü. Qollarımı yandırdı qızlar. Buna baxın qızlar. Hamısı yanıq izləridir. Moderatlar çata fikir verir. Buna baxın. Atam yenə məni döydü. Saçımı tutdu divara vurdu. Pullarımı aldı getdi sigaret almaya. Neyse dil tapırdım. Atırdım da daş atırdım. Deyirdim sözümü. Susmurdum mən. O bir deyirdi mən beşi deyirdim. O pirivan ne atımda səssizə moderatorlar. Deyirdim de sözümü. Neyse kızlar. Getdim yazına. Kürü kişinin başına. Hə bacım. Anama gün vermirdi. Götürdü belə sigaret qabımı qoydu mamamın başına. Belə bu sigaret qabını götürdü qoydu mamamın başına. Mamamın başına daha da əsəbləşdim. Daha da başımı tuturdum ay Allah məni öldür. Bacılarım hamısı qaçırdı mən qaçmırdım. Neyse bacım. Bir gün bizi hamısı qovdu evdə. Hamısı qovdu evdə. Anamı da bacımı da hamısı qoydu. Külək, yağış. Qovdu evdə. Mən də yuxuda deyirəm ki, gedəcəm Bakıya. Mən deyirəm buna. Deyirəm ki, gedəcəm Bakıya. Bu yuxuda görmüşəm. Deyir ki, bu sənin ərindir. Tez-tez yuxuma girir. Bacı, getdim girdim təndirin içinə. Təndirin üstünü örtüm, yatdım burada. Aynı yuxuyu yenə gördüm. Ay qızı, sən dəlisən. Hə xanım, dəliyəm. Neyse bacım, yenə də ay yuxu gördüm. Sabahsı gün and içdim ki, gedəcəm bu Bakıya. And içdim, gedəcəm Bakıya. Durdum, veşimi yığdım. Anam evdə deyildi, o şərəfsiz də evdə deyildi. Çıxdım evdə bacım. Gəldim Mehdi ilə qarşıladım, ailə qurdum. Bax, and dostum Allaha. 3 ay Mehdi ilə mən aynı yerdə qaldım. Mehdinin mənə əli dəymədi. Kişi kimi mənə baxırdı. Mənim hər şeyimi alırdı. Mənimlə işləməyə qoyurdu. Elə ev eş tutmuşdu mənə. Mehdi ilə ailə qurdum. Sonra da Mehdi ilə ailə qurandan sonra Mehdi tutuldu. Mənim birinci evladım tələf oldu. 6 aylıq uşağı idi, 5 aylıqdır. O ay oldu. Yuxuda mənə İbrahimi verdilər. Dedi bunun adı ya İbrahim ya İsmail. Elə də oldu qızlar. Mehdi'yi yuxuda gördüm ayrılmışam. Başqa bir qadınla gördüm. O da oldu. Bax balamın əziz canana. Allah şahidim olsun ki. Onu da gördüm oldu. İndi bu yaxınlarda özümə ev görmüşəm. Mən bilirəm ki mənim evim olacaq. Ona görə belə rahatam. Gördüm kimsə mənə ev açarı verdi. Bax Allah şahidim olsun qızlar. Gördüm mənə bir dənə ev açarı verdilər. Yəni mən Allah Taala onu mənə verib də bir gün səhər sübh tezdə Dərya bibinin qaldığı evdə. Yuxuda bir dənə sübh tezdən ağsaqqalı kişi gəldi yuxuda. Uzanmışdım elə belə gördüm. Dedi kızım dur dəst namazlarını tut dua elə. Səni xəta gözləyir. Getdim avarə elədim. Dura bilmədim ki mən gedim duamı eləyim. Getdim avarə elədim. Mənə heç nə olmuyor bacım. İnşallah bacım. Mən onu görmüşə bilirəm ki olacaq. Mənə yuxuda bir dənə də uşaq veriblər. Amma o uşaq olmayıb hələ. Mənə yuxuda bir dənə də qız uşağı veriblər. Deyir o sənin payındır. O sənin haqqındır. Amma mənim o uşağım olmadı. Çünki olmadı mən ərimdən ayrıldım. Bəs niyə ayrıldım? Bacım ayrıldım da. Bəzi səbəblər var deyə bilmirik. Sevər ev aldı. Ay bacım Allah sağlığına qismət eləsin. Mən nəyimə lazım ki sevər ev aldı? Ay bacım qurban. İnşallah gəlin köçsün bu evdən. Boy. Mən sevərə paxıllıq eləyən ha. Mən heç kimsəyə paxıllıq eləmərəm mən. Heç kimsəyə. 100 il bilə qalsa. Bəlkə də ərə gedə bilmək olmaz. Yox bacım mən ər istəmirəm mən. Mən ərə getmək istəmirəm bacım. Mən ərə getsəydim mən indi çoxdan getmişdim. Mən ər istəmirəm. Mənim oğlum yad kişiyə ata deməməlidir. Mənim oğlumun bir dənə atası var. O da o Mehdidir. Mən nə qədər varamsa onun bir dənə atası o da İbrahimdir. Hər şey at Mehdidir. İnşallah xoşbəxt görməyi nəsib etsin. Amin inşallah bacım. Amin. Başa düşürsünüz qızlar.
Qızlar, ekran tıklayın da. Mənim o uşağımın yad kişi mənim oğlumun yadında nə gəzir? Yad kişi, mənim oğlum yad kişiyə niyə ata deməlidir? Onun bir dənə atası var. O da Mehdidir. Ondan başqası vurdu getdi. Sənin evin var, yox sana qurban. Mənim evim yoxdur. Maşınım var, amma evim yoxdur. Hə. Vallahi qızlar, mənim uşağımın yanında təşəkkür edirəm sizə qurban. İbiş hardadır ki? Nənəsinin yanında. Nənəsinin yanında. Mənim qaynanam var, heç vaxt mənə pis olmayıb. Uşaq Allah mənə şahid. Allah mənim başıma daş salacaq. Heç vaxt mənim qaynanam mənə pis olmayıb. Heç vaxt. Heç vaxt mənim qaynanam mənə pis olmayıb. Ona Allah şahiddir. Mən bir dəfə ailə qurmuşam, bir dəfə ərə getmişəm, elə o mənə bəs edir. Belə deyirik, gülürüz, deyirəm, canlı aktivləşsin sizinlə, amma belə 100 il bilə qalsa, 1000 dənə adam yazır mənə. Səndən xoşum gəlir, zəhmət kesin, mənə lazım deyil, ev kimindir? Mehdinin evidir, nə olub ki? Aleyküm salam, Rey. Qızlar, kitayların sancaqıdır, Mənə lazım deyil, bacı qurur. Mən bir dəfə ailə qurmuşam. Mənim anam bir dərə mənə bilsə nə söz deyirdi? Mənim anam həmişə mənə bu söz deyirdi. Deyir, qızım, evlənsən, boşansan, qadın bir dənə kişi ilə oturub durar. 100 dənə kişi ilə yox, sən papaq dəyişdirmirsən. Mənim anam həmişə bu sözü mənə deyirdi. Bax, mənim bu qulağımda sırğadır o. Mənim anamın dediyi söz. Mənim bu qulağımda. Deyir, kişi gəzər, tozar, hər sözü deyər, amma qadın gedib 1000 dənə şeydən keçməz. Qadının əxlaqı, namusu özünə görədir, kişiyə görə deyil. Mənim anam bunu mənə deyirdi. Mehdi özü oradadır, az mən nə bilim oradadır. Gəlmişəm onu yeməyini pişirdim. Düzdür bacım, hə? Yox bacı qurban, barışmam. Belə danışırız. Mən heç nə şey dalaşmışıq, savaşmışıq, bəlkə də polis bölmələrdə düşürüz, amma heç vaxt mən onu İbişin atası oğlu şey eləməmişim mən. Gic, niyə gic oluram? Ay axarı. Niyə bir şey gic oluram ki? Qadın bir dəfə, valla mən boşanmışam, 4 ildir boşanmışam. 4 ildir. Bir dənə kişi çıxıb deyə bilməz ki, tamla elədi, belədir. Onun şeyini kəsib onun ağzına verərəm. Çünki mən elə öz abarıma mən dəliyəm, ağzımda pis söz çıxır. Düzdür, pis söz necə çıxır? Kimsə mənə söz deyəndə mən deyirəm. Deyə bilmirəm o sözü. Mən pramoy adamam mən. Amma namus, əxlaq qadının ən böyük varlığıdır. Allah şahidim olsun qızlar. Yenə də deyirəm. Bir var ki, gedib 1000 dənə hoqqadan çıxarsan, utana oğlunun yanına gələrsən. Bir də var ki, gedib dəmirini, zibilini yığarsan, balanın yanında üzü başı dik gələrsən. Vicdanı rahat balanın yanında yatarsan. Bunu unutmayın. Onu hər kəs bacara bilməz. Qadın var özünü saxlayır, qadın da var saxlaya bilmir. Ərinin şəkli var. Yox, mənim ərimin şəklim yoxdur. Bizim heç bir yerdə birimizdə şəklimiz olmayıb. Var idi əvvəl, indi yoxdur da, indi istəmirəm. Mən sildim hamısını. Heç vaxt. Mənim ərimlə şəklim olub, amma indi yox. Az bilirsiniz, o mən necə çevirdi? Allaha and olsun deyirəm. Mənsiz qala bilmirdi o. O mənsiz qala bilmirdi. Arada içərsən. Lalə Məmmədova, sən desən ərini çox içmirsən, mən həyatı buyur içməmişəm, içmərəm də. Bax, sən özün eləsən Lalə, sən elə bilsən, mən də sənin kimi deyim, yox Lalə. Mən sənin kimi deyim, sənin kimi əxlaqsız deyiləm bacım, içim mən. Mən sigara çəkənəm, amma içki içmərəm. İçki məni istəmirəm. Mən demirəm o sigaret yaxşıdır ha, amma mənim anam 30 ildir sigaret çəkir. Bizim nənələrimiz sigaret çəkir, siz özünüz bilirsiniz. İndi kişilərdən çox qadınlar sigaret çəkir. Bunu yadında saxlayın. Arkadaşım bilirsən, Nicat, sənin anan nə eləmişəm, ya da sənin bacın nə eləmişəm, sənin qeyrətinlə. Ay Nicat, Allah haqqı deyirəm. Əgər mən arkadaşlarımsa sənin ananla, bacınla, sənin qeyrətinlə eləmişəm, Allah haqqı deyirəm, Nicat. Valla mən haçan sizdən gizlətmişəm qızlar. Mən deyirəm ki, mən Mehdinin evindəyəm. Sizdən nəsə gizlətmişəm? Yox. Mən sigaret çəkirəm canlı. Bax, üzr istəyirəm. Üzr istəyirəm dönə-dönə. 1000 dənə əxlaqdan çıxar da, əri ola 1000 dənə hoqqadan çıxacaq. Elə özünü göstərirlər. Özlə özünü qəlama verirlər ki, elə bir ki... Nə olsun uşağım var, bacı qızlar? Onun uşağı onun TikTok'da görür də. Şu düşünürüz. Mənim gizlədəcək heç nəm yoxdur, çox şükür Allaha. Mənim heç kimsə deyə bilməz mənim geçmişim yoxdur. Heç kimsə deyə bilməz ki, mən idealam. Qızlar, nə olar Yuska elində tıklamayı, qurban olaraq sizə. Heç kimsə deyə bilməz ki, nə bilim, mən beləyəm, eləyəm. Onu heç kimsə deyə bilməz. Hamımızın bir kusuru var, hamımızın bir eybi var, hamımızın bir geçmişi var, hamımızın ailədə bir problemi var. Heç kimsənin ailəsi ideal deyil. Başa düşdünüz? Hamımızın bir problemi var. Aleyküm canım Rey. Mehdi gələcək. Mən nə bilim, ay bacı qurban. Seva, çox sağ ol sana qurban.
Heç kimsə burada deyə bilməz. Aleyküm sana Seva xanım. Evə getməmisən. Yox sənə qurban. Qızlar mən dükkana necə gedim gəlimə qızlar. Pulum da yoxdur. Gedim gəlim. Bacım Mehdi ailə qurub. Yox bacı qurban. O ömür boyu ailə qura bilməyəcək. Allah haqqı deyirəm. O ömür boyu ailə qura bilməyəcək. O çünki o qədər mənə bağlıdır, o qədər məni sevir ki, o heç vaxt ailə qura bilməyəcək. Allah hamısını deyirəm. Ömür boyu o ailə qura bilməyəcək. Aleyküm salam Ürey. Niyə? Qura bilməyəcək də. O ömür boyu məni sevib. Su basıb sizlərə. Hayır, bacı sudur, bacı. Leysandır qızlar. Leysandır. Dükkana getmək istəyirəm, pulum yoxdur, Allah haqqı deyirəm. İstəyirəm gedim özümə bir dənə simişkə, bir dənə su alım. Pulum yoxdur, Allah haqqı deyirəm. Mehdi kimdir? Mehdi mənim oğlumun atası. Oğlum nətərdir? Yaxşıdır canım. Bəs niyə barışmırsınız? Yox bacıqlar, bizimki pek keçdi. Mənim ümumi sözün düzün mən istəmirəm artıq. Qəlb qırılanda pis qırılır qızlar. Amma bir ömür, bir ömür. Mən ona baxarım. Allah eləməsin. Qucalsa da mən bir ömür ona baxarım. Bir ömür o çətinliyə düşsə mən ona əl uzadarım. O çətinlikdən onu çıxartaram. Çıxartaram da qızlar. Buyurcu nədir? Şiir. 2 manat attılar qızlar. Kontur şeylədim. 2 manat attılar qızlar. Niyə? Baxaram da mən söz vermişəm özümə. Ömür boyu nə ona xəyanət eləyərəm. Gül başına. Olsun sənin əzizlərin başına. Canım ailə. Elə Allah sənin canım ailənin əlindən olsun elə. Tələsmin. Valla mən ona söz vermişəm. Mən söz vermişəm özümə ömür boyu nə ona xəyanət eləyərəm. Hansı çətinliyə düşərsə düşsün, o mənə neynəsə eləsin, ömür boyu onun əlini tutaram mən. Ömür boyu. Burada qalarsan axşam, burada yoxdur da, burada qalaram da bacım. Mehdi rayonda. Sən ömür boyu dinlənəsən, Naidə. Sən də ömür boyu verərsən bacım. Ömür boyu mıxta gəzərsən, ay Naidə. Ömür boyu mıxta gəzərsən, ay bacım, öz həyatını davam et. Yox, ay bacım, mənim öz həyatım mənim oğlumdur. Mənim öz həyatım mənim oğlumdur. Neynirəm ki, bacıqlar? Mən öz həyatımı neynirəm? Mənim öz həyatım mənim oğlumdur. Mənim oğlumun gələcəyidir, onun evliliyi görməkdir, onu əskərliyə yola salmaqdır, onu oxutmaqdır. Mənim öz həyatım mənim oğlumdur. Mənim həyatım mənim oğlumdur. Allah ömür boyu mənim oğlumdur. Allah qadirəm, oğlan vardı, bu da mənə yazıb ki, məndən səndən xoşum gəlir. Mən də dedim ki, mənə pul lazım, elə belə yoxladım. Pulu atdım mənim kartıma, söydüm onu, atdım bloka. Heç vaxt da deyə bilməz ki, Domla mənim, mən getmişəm, Domla ilə görüşmüşəm, ya da eləmişəm, belə eləmişəm. Allah'ın sözü deyirəm. Elə ki, sana burayım. Mənim gələcəyim mənim oğlumdur, qızlar. Mənim varlığım, gələcəyim, hər şeyim mənim oğlumdur. Allah'ın sözü deyirəm, qızlar. Mənim oğlumdur. İbiş nənəsi gildədir, Seğul. Ulan dur, Mehdi hardadır? Mən nə bilim, babacı, rayondadır da. Ne yazdı burada? Senin dediğin söze göre gelsin yanıma. Ferit. Ne ay Ferit? Boşa düşmedim ben. Hansı dediğim söze göre? Boşa düşmedim ay Ferit. Kızlar 100 kaya az kalıb. Size kurban olurum ben. Boşa düşmedim Ferit. Bir de şey demeyin kızlar. Hansı rayondadır? Ben ne bir Kürdemir'dedir bu. Yox, mamam gildən ağlamı kəsdim. İstəmirəm də. Əvvəl görürdünüz, çox ağlayırdım. İndi görürsünüz, ağlamıram. İstəmirəm. Çünki bir şey qopdum ona. Deyirəm. Nəyi? Kartı qoyanlar polisə cərimə edir. Qoy polis cərimə eləsin. Verənləri də cərimə eləyirlər fidan. Pula çıxanları da cərimə eləyirlər. Bacım, qoy məni cərimə eləsinlər. Öz ananı, qopartdım. Hər şeyi qopartdım. İstəmirəm. Ölsələr də, qalsalar da getmərəm. Desələr ki, qızım gəlsin mən yönət.